Üçbucaqdır. Üçbucaq bərabərsizliyidir. Biz bilirik ki, üçbucaq deyəndə 3 dənə bucağı 3 tərəfli olur. Və istənilən üçbucağın daxili bucaqlarının cəmi 180 dərəcədir. Xarici bucaqlarının cəmi isə baxın buradır. Xarici bucaqlarının cəmi isə 360 dərəcədir. Və üçbucağın bir xarici bucağı, bax bu çöldə dayanan, ona qonşu olmayan iki daxili bucağın nəyidir? Cəmidir. Məsələn, bu Z bərabər x üstəgəl y-ə. Üçbucaq bərabərsizliyində bir də nələrə diqqət eləməliyik? Birinci növbədə siz bilməlisiniz ki, böyük tərəf qarşısında böyük bucaq durur. Kiçik tərəf qarşısında kiçik bucaq. Məsələn, bura 10-dur, bura 8-dir, tam burada 7-dir. Deməli, məsələn, bura olsun A, B, C. Biz əgər tərəfləri müqayisə etsək, böyük tərəf 10-dur, düzü. Böyük tərəf qarşısında böyük bucaq. Deməli, bucaq C böyük olacaq bucaq A-dan, o da böyük olacaq bucaq B-dən. Yəni, böyük bucaq qarşısında böyük tərəf, kiçik bucaq qarşısında kiçik tərəf. Məsələn, bəzən uşaqlara da elə dərs keçəndə deyirik ki, uşaqlar, üçbucağın tərəfləri filan ədədlər ola bilərmi? Məsələn, 7, 3, 2 ola bilərmi? Bunu bilməliyik ki, üçbucağın bir tərəfi yerdə qalan iki tərəfin cəmindən kiçik olmalıdır. Cəmindən kiçik, fərqindən isə böyük olmalı. Amma burada o şərt ödənmədi, görürsünüz? Deməli, belə bir üçbucaq qurmaq olmaz. Məsələn, normalda hamımız düzbucaqlı üçbucağı bilirik də, Pifaqorla müəyyənləşdiririk ki, əgər S kvadratı bərabər olsa A kvadratı üstəgəl B kvadratına, onda bu olacaq nə? Düzbucaqlı üçbucaq. Bəs yaxşı, aranızdan bir nəfəri seçək. Nəsibə müəllimə. Bəs yaxşı, əgər S kvadratı böyük olsa A kvadratı üstəgəl B kvadratı, bu üçbucaq hansı üçbucaqdır? Yəni, korbucaqlıdırmı, ikbucaqlıdırmı? Müəllimə, korbucaqlı üçbucaqdır. Ay sağ ol. Əgər S kvadratı kiçik olsa A kvadratı üstəgəl B kvadratından, o zaman deyəcək Onda ikbucaqlıdır. Bir də müəllimlər, var üçbucaqda, bax, özü də hər il düşür, miqə vəbşi düşür. Üçbucaq bərabərsizliyindən belə bir şey. Məsələn, yazın ora korbucaqlı. Korbucaqlı üçbucaqda korbucaq qarşısındakı tərəf. Götürürsünüzmü qeydlərinizi? Mən yazıram, götürün. Deməli, o birinci korbucaqlı. Korbucaqlı. Kor qarşısındakı tərəf. Qarşısı. Məsələn, belə bir şey çəksək. Bu korbucaqlıdır, düzdür? Məsələn, siz bu A-nı tapmaq istəsəz, korbucaq qarşısındakı tərəf üçün siz bir şey bilməlisiniz ki, məsələn, bura olsun, tutalım, tutayda. S böyükdür, kök altında A kvadratı, üstə gəlsin B kvadratı, o da kiçikdir A plus B. Bunu qeyd elədinizmi? Bu kor üçündür. Sonra var korbucaqlı üçbucaqda iki bucaq qarşısındakı tərəf. Korbucaqlı üçbucaqda bir var korbucaqlı üçbucaqda korun qabağındakı, bir var korbucaqlı üçbucaqda itinin qabağındakı. İti bucaq qarşısındakı. O zaman isə qayda dəyişir. Onda belə yazacaqsınız müəllimlər. A böyükdür S minus B-dən kiçikdir S kvadratı minus B kvadratı. Yəni, kim tez bazar eləmək istəyirsə, bu düsturları əzbər bilsə yaxşı olar. Bu da yadda qaldı. Kvadratlar fərqidir, yoxsa cəmi olmalıdır? Müəllimə, bax, necə yazmışam elədir. Baxın. Korbucaqlı üçbucaq üçündür. Bəli. Korbucaqlıda biri var, korun qabağını tapırsan müəllimə. Tez bazar düsturdur da. Yaqubovda var bu. Bunu sizin üçün qeyd götürmüşəm. Bir də var itinin qarşısındakını axtarırsa, amma söhbət korbucaqlıdan gedir. Yazdınız mı?
istifadə eləmişdim, amma bu ikincini ilk dəfə gördüm. Hə, bunu bilsəz yaxşıdır. Sonra bir də var ki, sırf iti bucaqlı üçbucaqdır. Yəni kor deyil, iti bucaqlı yazaq. Deməli, iti bucaqlı üçbucaq. Sabaha razılaşdıq da onda saat axşama razısınız saat 11-ə də. Bəli, müəllim. Hə, çox güman ki, sabahları 11-ə mənim də işim bitər. Deməli, iti bucaqlı üçbucaqda müəllimlər hamısı itidir də. S böyükdür A kvadratı minus B kvadratından. Normalda bayaq biz necə deyirdik? Üçbucağın bir tərəfi yerdə qalan iki tərəfin cəmindən kiçik, fərqindən böyük demirdik. Sadəcə indi həmin şeyin elə bir ki, kvadratını kökünə atdasan. Belə yadınızda saxlaya bilərsiniz, yadda tez saxlamaq üçün. Biraz yaddan çıxır müəllimə bu düsturlar. Amma Tam da yadda 3 qalmır. dənə düsturdur müəllimə. 3 dənə düstur bilsəz daha tez taparsınız. Hə, indi müəllimə deyir ki, bu yaddan çıxır. Yadınızda saxlayın, bu düsturların hamısı bilsiz hardan gəlir? Türk kitabından mən onu öyrənmişəm əslində. Şeydən, kosinuslar teoremi var müəllimlər. Bax, o kosinuslardan gəlir bunların hamısı. Məsəl üçün, mən bu düsturlar, mən özüm də çox düstur əzbərləyən deyirəm. Məsələn, bu tip sual Bir dəqiqə bu ağıl lövhə çəkərdinizdə bir dənə onu götürək. Hə, məsələn, mənim özüm kosinuslarla onu tapa bilirəm. Kosinuslarda yadınıza gəlirmi? A kvadratı, 2 dənə, yox, A kvadratı üstəgəl B kvadratı çıxaq 2AB kosinus alfa. Xatırlayırsınız bunu? Hə? Bəli. Sonra bu getdi. Buna bir quş. Məmur, bunu artıq biləcəksiniz. Bu başlıqla elə də işimiz yoxdur. Gəlin burada əjdaha suallara baxaq. Qoyun elə dərs izahında içində qalsın. Hə? Nə deyirsiniz? Deməli, burada maraqlı sual bir dənə 13-dür. Bir də 11-dir. Və 10-dur. 11, yəni hər mövzunu mən izah eləyəcəm. Onun içindən ən maraqlılarını götürüb həll eləyəcəyik və beləliklə sizin probleminiz qalmayacaq. Razılaşdıq müəllimlər? Sonra güvən işləyər. Üçbucaq bərabərsizliyini tətbiq edəcəksiniz. Amma 2 məqam var, onlara diqqət eləyəsiniz. Məsələn, baxaq deməli AB 2-dir. BC 4-dür. Sonra AD 5-dir. CD də 8-dir. Aha, indi deməli, deyir, x-in ala biləcəyi tam qəşəng. Deməli, biz birinci, əgər lap balaca ABC üçbucağına baxsaq, biz bilirik ki, bir üçbucağın bir tərəfi, yerdə qalan iki tərəfi, yəni 2 üstəgəl 4-dən kiçik, fərqindən isə böyükdür. Axı, bu x həm də bura aiddir müəllimlər. Deməli, buradan da x kiçik olmalıdır 13-dən, böyük olmalıdır 3-dən. Əgər siz ədəd oxunda bunu beyninizdə təsəvvür etsəz, deməli 2-6 aralığı buradan düşür müəllimlər. 3-13 aralığı da, indi şəkli biraz penti çəkdim, buradan düşür də. İndi bizim kəsişməmiz hara olacaq? 3-dən özü 3 ala bilməz. 3-dən hara qədər? 6-ya qədər. 6-da 6-ya qədər. Aysa 3-6 yumru ilə yazdım. Bu şərti ödəyən hansıdır? 4 və 5-dir. Toplayırsan 9. Yazmışdıq bunu. Bəli. Aysa. Bəli. Sonra gəlirik. Başqa hansını vermişəm? 11 yoxsa 13-ü? 11 yoxsa 11. 11-i. Hə, 11. 11-də biz sizə dedik ki, böyük bucaq qarşısında böyük tərəf dayanır. Kiçik bucaq qarşısında kiçik tərəf dayanır. Və mən baxıram ki, alfa hamısından böyükdür. Lap tutalım buna 10 deyək. Elə. Məsəl üçün deyirəm, yalandan dedim bunu. Betaya 8 deyək. C-yə, yəni B-yə 8 deyək, C-yə də 6 deyək. Ödəyir də şərti müəllimlər. Və biz həmin şərt daxilində çıxardaq bunu. A minus C. Baxın, 10 çağ 6 müsbət 4-dür elə. Deməli, A minus C olduğu kimi çıxır. Özünüzdən ora müsbət 4 saat yazmayın, ha? Sadəcə sizin üçün rahat olsun deyə. C minus B, 6 çıx 8 mənfidir. Deməli, bu olduğu kimi çıxmır, fırlanır, çıxır. B minus C. Yəni, belə deyək də, minus C bu şəkildə də fırlanır, çıxdı. Sonra bu bir tərəfdən B minus A, görürsünüzmü, mənfidir.
Deməli, əslində fırlanıb çıxmaydı. Sadəcə qarşıda mənfi olanda həmişə diqqətli olun. A minus C üstəgəl B minus C minus A üstəgəl B. Düzdür? Buradan bu ilə bu getdi. Yerdə nə qaldı müəllimlər? 2B minus 2C. Rahatlıqla işləyə bilmişdiniz bunu? Bəli, müəllimə. Ağlasısınız. Sonra, baxın. Başqa nə vermişəm? Heç nə elə. Hə, bir də vermişəm 13-ü deyəsən. 12 də vermişsiniz müəllimə. 13-də üçbucağın tərəfləri müəllimlər heç vaxt mənfi olmur, nə də 0 olmur. Həm də müəllimə modulda da mənfi çıxmaz axı. Ayşə, yəni belə deyək də moduldan da mənfi çıxmır da. Amma burada bir şey var ki, deyir üçbucağın ABC tərəfləri və bu kiçikdir bərabərdir 0. Bu heç tərəf ABC olaraq bu heç. Amma normalda A üstəgəl B minus 13 mənfi ola bilərdi. Yəni normalda deyirəm, amma modulsuz. Və biz baxırıq ki, bu heç vaxt mənfi deyil, modulludur. Heç vaxt mənfi deyil. Deməli, ancaq 0 olan halı mümkündür də müəllimlər. Yəni A üstəgəl B minus 13-ü 0-a bərabər edirsiniz. Buradan alırsınız ki, A üstəgəl B bərabərdir 13. Digər tərəfdən B üstəgəl C bərabər, yenə 0-a bərabər eləsəm, o da 14 eləyir mi müəllimlər? İndi bunları sistem kimi toplayacağım, qəşəng bir şey alacağım, narahat olmayın. Digər tərəfdən də A üstəgəl C bərabərdir müsbət 15-ə. Yazdıq mı? Üçünün də tərəf-tərəfə. Bax, yenə deyirəm müəllimlər, Allahımıza and olsun. Siz əgər toplu güvəni qəşəng, problemsiz işləsəz, sizin sertifikasiyada heç bir qorxunuz olmayacaq. MİQ-ə imtahan versəz, ən pis halda əgər qəşəng dərk eləyərək bütün sualları birə-bir işləsəz, vallahi 20 dənə sualınızı yaza bilərsiniz. İnanın mənə. Yəni toplu güvəni dərk edərək, niyə, hardan, nə gəldi. Bax, məsəl üçün, bəzən şagird Elə çətin sualları var ki. o heç böyle görmüşəm də, mən də baxıram hər il. Amma yəni dərk edəndə müəllimə situasiyadan çıxmaq olur. Valla çıxmaq olur. Bir də sürətli lazımdır. Deməli, burada yazırıq 42. A üstəgəl. Amma mən inanırsınız ki, heç MİQ-ə getməyi müəllimlərə məsləhət görmürəm. O da eləyir 21. Razılaşdıq? Hə. Deyim, niyə məsləhət görmürəm müəllimə? Bax, ilk elə bu dəqiqə müəllimlərin məktəbdə elə incidirlər ki, özü təzə şərtlər var. Deyəsən, dərs saatına yox, nəyəsə görə maaş veriləcək. Məsələn, müəllimə ibtidai sinifdən şagird çox zəif gəlir. Müəllimə deyirlər ki, şagirdin inkişaf elətdir, niyə nəticə yoxdur? Yəni, müəllimlər rəsmən bezdiriblər. Yəni, bizdə universitetdə müəllimlər var idi. İnanın, bax, riyaziyyat müəllimlərdə. Liseylərdə o qədər incitmə yoxdur. Liseyə gələn uşaqlar savadlıdır. Yəni, yerinizdə olsam, liseyə gedərəm əslində. Orta məktəbə getsiniz zırhara. Bilin ki, hə, olsun da, yəni, olsun. Amma yəni liseydə güclü uşaqla işləyirsən, başın o qədər ağrımır. Biri var, məsəl üçün, baxın, indi sizlə şagird var Məhəmməd. Maşallah, o qədər savadlı uşaqdır ki, onunla əziyyət çəkmirsən, dediyinin 5 qatında sənə qaytaracaq. Yəni, o qədər yaxşı uşaqdır. Amma uşaq var ki, nə deyirsən özünə qayıdır da, yəni heç nə başa düşmür. Burada çətin suallar çoxdur, onlara bir baxaq. 2 dənə dərs keçəcəm onsuz da. Biri bu, bir də üçbucaq bərabərsi, bir də median təm bölən. Yəni 2 dənə dərs keçəcəm. Çünki siz bunun sınaq versiyasında işləyəcək. O görün bu biri nədir? Hə, daxili bucağı 3 dənə başlıq verə bilərəm. Çünki daxili bucaq, xarici bucaq rahat dərsdir. Razılaşdıq müəllimə? Əsas median çətindir burada. Hə, median çətin deyil. Deyil müəllimə. Deyil. Bir dənə bax, məğzini öyrənsəz çətin deyil. Deməli, üçbucağın medianı. Median nə edir? Təpədən çıxır və qarşı tərəfi tən yarıya bölür. Median, yadınızda saxlayın ki, üçbucağın sahəsini də yarıya bölür. Məsələn, tutalım üçbucağın sahəsi 40 elə. Bunun 20-si bura düşür, 20-si də bura düşür. Üçbucağın medianları kəsişir və kəsişmə nöqtəsində 2-nin 1-ə nisbətində ayrılır. Xatırlayırsınız da bu qaydaları. Bax, belə. Belə. Bura 2x-dır, bura 1x-dır. Məsələn, bura 2y-dir, bura y-dir. Bura 2z-dir, bura isə z olacaq. Yəni 2-nin 1-ə nisbətində ayrılır. Və xüsusi üçbucaqlar var ki, orada medianların xassələri var. Məsələn, bərabər tərəfli üçbucaqda bütün medianlar bir-birinə bərabərdir. Bərabər tərəfli üçbucaqda median həm tənböləndir, həm hündürlükdür.
Yenə bərabər tərəfli üçbucaq istənilən üçbucaqda medianlar kəsişir və 2-nin 1-ə nisbətində ayrılır. Və medianlar kəsişərkən sahəsi bərabər olan 6 dənə üçbucaq yaradır müəllimlər. 1, 2, 3, 4, 5, 6. Bunların 6-sının da sahəsi bir-birinə bərabər olur. Sonra var məsəl üçün bərabər yanlı üçbucaq. Bərabər yanlı üçbucaqda median, məsələn oturacağa çəkilmiş median həm tənbölən, həm də hündürlükdür. Bərabər yanlı üçbucağın oturacağından çəkilən medianlar bir-birinə nədir müəllimlər? Bərabərdir. Ümumiyyətlə test işləyəndə çalışın bütün qaydaları qəşəng bilin, sonra test işləyin. Kitaba baxıb heç vaxt test işləməyin. Nə mənada düstura baxım işləyib eləməyin. Birinci oturun bütün qaydaları öyrənin, sonra başlayın işləməyə. Yəni mən tələbə vaxtı öz üzərimdə belə işləmişəm. Aha, bax bu medianlar bir-birinə bərabərdir. Düzbucaqlı üçbucaqda isə medianın xassəsi nədir? Düzbucaq təpəsindən çəkilən median nə idi? Hipotenuzun Möhtəşəm bir yaradır müəllim. Hipotenuzun yarısına bərabər. hipotenuzun yarısına bərabərdir. Bəli. Bəs yaxşı, medianın tapılma qaydası var. Məsələn, tutalım ki, bir dənə də bu düstur bəssizdir. Əslində Yaqubovda 50 dənə düstur var, lazım deyil. Bir dənədən qalan hamısını çıxartmaq olur. Deməli, məsələn, bir üçbucaq çəkəcəm sizin üçün. İndi mən üçbucaq daxili bucaqlarının qaydasını izah edib, bu kaydı dayandırıb, sonra sizə verəcəm. Nədir onun adı? Tapşırıqlar verəcəm. Müəllimlər, baxın, məsələn, bu A, B, C. Tutalım, mən C tərəfinə çəkilən medianı istəyirəm. Yadınızda saxlayın, bizim belə bir düsturumuz var, medianı tapılma. Yəni, bir dənə bunu bilsəz yetərlidir, o birləri çıxardasınız oradan. 2-də 1, kök altında, bax, 2 dənə A kvadratı. Üstə gələk 2 dənə B kvadratı. Hansı tərəfə medianı çəkibsə, hansı tərəfi sizdən soruşursa, onu oradan çıxın. Mən C tərəfi dedim elə. Çıxırsan C tərəfi. Всё. Yadınızda qalar? Yəni, hansı tərəfi çıxır? Hə, istəyirsə, onu oradan çıxın. Bu oldu bizim medianımızın xassəsi. Bəs yaxşı, keçək tənbölənə. Tənbölən nədir? Tənbölən üçbucağın təpəsindən çıxır və onun bucaqlarını tən yarıya bölür. Tənbölən xassəsinə görə, müəllimlər, məsələn, qollar qanadlar qaydası var. Qollar qanadlar. Məsələn, bu qoludur elə. Bura 8, bura 4-dür. Bura 12, bura x-sa. Qolunu bölürsən qanadına, 8. Qolunu bölürsən ayağına da, belə deyək. 8-i bölürsən 4-ə, 12-ni bölürsən x-a. Bizi saniyəməyəğına. Yes? Müəllimlər? Ha. Bəli. Qol qanad. Yaxşı. Bir də var ki, tənbölənin özünü axtarırsan. Bunu axtarsan, kök altında qollarının hasilindən ayaqlarının hasilini çıxırsan. İndi məsələn biz tapdıq buranı 6-da. Ayaqlarının hasilini çıxırsan və tənbölənin özünü tapırsan. Yadınızda qalar bu qayda. Tənbölənin özünü axtaranda qolların hasilinin, ayaqlarının hasilini çıxırsan, amma kökünü axtar. Bir də tənbölənin belə bir xassəsi var ki, ümumiyyətlə tənbölən olmasa belə, üçbucağın tərəfləri hansı nisbətdə ayrılırsa, sahələr də həmin nisbətdə ayrılır. Məsələn, tərəf 4 elə, müəllimə. Sahə olaraq siz burada deyəcəksiniz 4S və 3S. Yadınızda qaldı bu da? Bəli. Aysa. İndi tətbiqə keçəcəyik, narahat olmayın. Sonra gedirik. Bəli? Bir dənə sual verə bilərəm. Verim. Bax, tənbölənin uzunluğunun düsturu var. Median da uzunluğunun tapılma düsturu var. Amma hündürlük biz orada Pifagor teoremindən tapırıq da. Yəni hündürlüyün özünü... Bir də hündürlük üçün müəllimə şərt var, onu yazın ora. Hündürlük, 3 dənə hündürlük veriləndə. Yazın ora. Bax, bunu mən Türk kitabından götürmüşəm. Elə bax, mən həmişə müəllimlər, siz də eləyin, qaydaları kitabın üstünə yazıram. Dəftərə yazmayın, dəftəri adam bitirir. 1 minus h-da 1 bölünsün 1 minus h-da 2. Deməli, bu düstur görürəm, amma anlamıram burada bu nədir. Bəli, o deyirəm, hündürlük hansı qiymətləri ala bilər. Məsələn, üçbucaq bərabərsizliyində biz deyirik, məsəl üçün,
Falan şey nə ala bilər? Düzü? 1 Hə. bölək h-da 2. Bax, bu da hündürlük üçün qaydadır. İndi görün, burada da başqa şeylər də yazmışam. Tapdıqda deyəcəm sizə. Yaxşı? Mən həmişə qeydlərimi tökürəm bir yerə. Yox, bu getdi. Buna bir qoş. Sonra mərmər keçirik. Üçbucağın daxili bucağı. Daxili bucaqlarını bayaqlar dedik də. Daxili bucaqların cəmi 180-dir. Xarici bucağın cəmi də 360-dır. Məncə buna qeyri-adi izaha ehtiyac yoxdur. Hə mərmər? 3 dənə başlıq. Onlar rahat. Hə. 3 dənə başlıq. Bəsiniz. Bir də hə, bax burada siz bilməlisiniz şərpələn kəpənək qaydasını. İçəridəkiləri toplayıb çölə yazırsınız. Yadınıza gəlir də bu. Bunu bura. Bir də bax BHM-də belə bir sual var. İndi kimlikə getsə birdən görə bilər. Yarpaq kimi və belə. Mən buna həmişə deyirəm cırılmış yarpaq. Bu elə görsəz, içindəkilərin cəmi, bax içindəkilərin cəmi. Bax bura. Toplayırsan, məlbər. Bax hətta burada var. Burada var ha. Bərabər edirsən çöldəkilərin cəminə. İndi burada nəsə şərt verir. O şeydə də var, mənim bir dənə həndəsə anlayışlarda da var. Hə, yəni Aysa, mən onu türkdə bunu da görmüşəm. Bax, oradan da o qaydalar. İndi mən bu kaydı dayandırıram. Dərs izahı olaraq qalsın. Deməli, izahda 3 bucaq, median, tənbölən izahıdır, düzdürmü? İndi gəlin, birinci başlıqda elə də problemli suallar yoxdur. Gəlin işləyəyin tənbölən median. Nə tərif fikirdir? İşləyək? Mən aladım çətində bu işləyir. Gəlin təkləri işləyək. Hamı razı